Salam, hər vaxtın xeyir olsun əziz izləyicilər. Biz Fatmaydakı bağ evimizin sanuzellərin və sanitar qovşağının montajına başlamışıq. Bu bizim istipolun penaplasın altının yapışdırıcıdır. Mister Fix'dir, gördüğünüz kimi termomaq yapışdırıcı. Bu sırf istipolun özünün penaplastı yapışdırıcısı. Gördüğünüz kimi əzizləyicilər, indi keçək içərini çəkilişini eləyək. İndi isə biz bu günləri istipolun penaplasını yapışdıracaq yerə yuxarıdan başlayırıq ki, çünki yuxarını qurtarmalıyam ki, malyar da işləyə bilsin. Burada çox ustalar işləyib deyə biraz buraların yerzad təmizlənib eləyəcək. Bu bizim ikinci mərtəbənin sanuzelinə gedən borumuzdur, görürsünüz, 50'lik borudur. Çəkmişəm, hazırdır. Burada onu kimi görürsünüz, bax. Çəkilişimizin də hamısı 45 dərəcə ilə işləmişəm. Gördüyünüz kimi əzizləyicilər. Budur, bax, su xəttlərimizdir. Hamısı, bax, işlənilibdir. İndi isə burada bizim birinci mərtəbənin sanuzeli və sanitar qovşağıdır. Burada bizim duş kabinə olacaqdır. Divar içi simsli telimizdir. Və divar içi unitazımızdır. BDS'dir. Buradan da bizim ikinci mərtəbəyə gedən xətlərimizdir. Gördüyünüz kimi budur. Çəkmişik, hazırdır. Burada moynadırın yeridir. Çıxaq yuxarında çəkilişini eləyək. Bura evin arxa tərəfdədir. Burada lesazad qruplar iş görürlər, ustalar. Çıxaq buranın çəkilişini eləyək. İkinci mərtəbənin hazırlamışıq. İndi isə istipolun penaplasını vuracam. Bax, budur. Görürsünüz, bu aşağıdan, patologdan yığdığım borulardır. Gəlir. Buradan da keçir bizim sanuzel və sanitar qovşağıdır. Budur, əzizləyicilər. Çəkilişimiz bu cür çəkmişəm və görsən, heç nəyə nə maneçilik törədir, nə bir şey. Divar içi unitazdır. Və bu da bizim duşumuzdur. Görürsünüz, buradan hörgü hörüləcəkdir. Qalacaq hörgünün içərisində. Görürsünüz, budur. Burada bizim kollektorin yerindir. Düzəldəcək buranı. İndi isə budur, bax, burada bizim sanuzel və yenə sanitar qovşağıdır. İşıq yoxdur, qaranlıqdır. Budur. Burada belədir. Görürsünüz, əzizləyicilər. İndi isə yerimiz hazırdır, penaplasımızdır. Yorulmayarsınız Mirzə müəllim. Materialımız hazırdır. İndi isə başlayacaq inşallah. Yerində biraz tam təmizlik işlərinə başlayıb. Tam təmizləyəndən sonra təmizləmişik, düzdür, müəyyən yerlərini də təmizləyib. Ondan sonra başlayırıq. Penaplası vuraq. Sabah yox, bir gün Allahın köməklə istipol çəkək. Çünki bir gün gözləməliyik də, bir gün gözləyəndən sonra işləmək olar. Odur, orada besetkadır, həm də mətbəx gedir. Oran da istipol olacaqdır. Odur. İnşallah videonu izləməkdə qalın əziz izləyicilər. Gördüyünüz işləri etap-etap çəkiliş edib paylaşacağım ki, məlumatınız olsun.
Hələlik bu qədər. İnşallah növbəti videolarda paylaşana qədər. Sağ olun.